Salam əziz izləyicilərimiz, mən Fizika Akademiyasının fizika müəllimi Mədinə müəllimi. Bugün sizlərlə bərabər fizikadan daha bir sertifikasiya tipli sınavın izahına baxacağıq. İlk sualımızla başlayaq. Hündürlüyü 3 metr, uzunluğu 5 metr olan mail müstəvidən sürtünməsiz blokdan M1 10 kq, M2 3 kq yüklərdən ibarət olan bir sistem verilib. M1 kütləli yük mail müstəvi boyunca sabit sürətlə aşağı doğru enərsə, bu yüklə mail müstəvi arasındakı sürtünmə qüvvəsini hesablayın. Şərtdə diqqət etməli olduğumuz məqam odur ki, M1 kütləli yük sabit sürətlə aşağı doğru enir. Yəni M1 kütləli yükün üzərindəki əvəzləyici qüvvə 0 olmalıdır. Gəlin əvvəlcə biz yüklərə təsir edən qüvvələri göstərək. M2-yə təsir edir M2J ağırlıq qüvvəsi. Əks istiqamətdə bir ip var. İpdə yaranan T gərilmə qüvvəsini göstərirəm. Eyni ip üzərindən getsək, bu ip və bu ip eyni ip olduğuna görə yaranan gərilmə də eyni olmalıdır, yəni T qədər olmalıdır. M1 kütləli yük aşağı doğru hərəkət edir. Bu halda təbii ki, hərəkətin əksi istiqamətində sürtünmə qüvvəsi meydana çıxmalıdır. Və həmçinin M1 kütləli yükü aşağı doğru çəkən M1J sinus alfa qüvvəsinin olduğunu bilirik. Yəni mail müstəvi üzrə qoyulan cisimləri aşağı doğru çəkən ağırlıq qüvvəsinin səthə paralel toplananı, mail müstəvinin səthinə paralel toplananı var. Bu qüvvəni biz artıq birbaşa göstərməliyik ki, bu qüvvə M1J sinus alfa qüvvəsidir. İndi bizə sinus alfa verilməyib şərtdən. Mötərəzə daxilində sinus alfanı verməyiblər bizə. O səbəbdən gəlin birinci sinus alfanı təyin edək. Ümumiyyətlə sinus alfa nədir? Baxın, burada belə bir üçbucaq çəkirəm. Düzbucaqlı üçbucaqda alfa bucağının qarşısındakı katetin hipotenuza nisbətinə sinus alfa deyirik. Deməli, sinus alfa bərabərdir. Alfa bucağın qarşısındakı katet, yəni bu halda mail müstəvinin hündürlüyü h bölünsün hipotenuz. Bu halda isə mail müstəvinin uzunluğu L-i biz götürəcəyik. Deməli, sinus alfa h böl L-dir. H hündürlüyü bizə veriblər 3 metr, L-i də bizə veriblər 5 metr. Deməli, olacaq 5-də 3. Yəni, sinus alfanın qiymətini burada 5-də 3 olaraq götürüb hesablamamızı aparacağıq. Gəlin, indi biz digər məqamlara diqqət edək. Baxın, M2 kütləli, burada ümumiyyətlə sistem dedik ki, sabit sürətlə hərəkət edir. M2 kütləli yük aşağı doğru M2J ağırlığı ilə çəkilir. M2-nin kütləsi 3 kq-dır, onda M2J 30 Newtonluq bir qüvvə deməkdir. İndi M2 kütləli yük aşağı doğru 30 Newton qüvvə ilə çəkilirsə, sabit sürətli hərəkətlisə, onda yuxarı doğru da 30 Newtonluq bir qüvvə ilə çəkilməlidir. Digər tərəfdən, onda bura 30 Newtonsa, eyni ip olduğuna görə qeyd etdik ki, burada 30 Newton olmalıdır. İndi nəhayət gəldik M1 kütləli yükə. M1 kütləli yük sabit sürətlə hərəkət edir, qeyd etmişik. Onda üzərindəki əvəzləyici qüvvə 0 olmalıdır. Yəni, M1-i aşağı doğru çəkən qüvvə, yuxarı doğru çəkən qüvvələrə bərabər olsun ki, yekun əvəzləyici qüvvəni 0 götürə bilək. Deməli, M1J sinus alfa bərabərdir T ip gərilməsi üstəgəl F sürtünmə. İndi M1 kütləsi 10 kq-dır, J-yə vururam, yazıram bura 100. Sinus alfanın 5-də 3 olduğunu biraz öncə tapmışdım. Bura yazıram 5-də 3. İp gərilməsini 30 Newton olaraq almışdım, yazıram 30. Üstəgəl F sürtünmə. Buradan 100-ü vuranda 5-də 3-ə, 100-ü 5-ə aparsaq 20, 20-ni də vururam 3-ə edir 60. Deməli, 60 bərabərdir 30 üstəgəl F sürtünmə və buradan da F sürtünmə bərabərdir təbii ki 30 Newtona. Deməli, sürtünmə qüvvəsinin buradakı qiyməti 30 Newton olmalıdır. Daha sonra digər sualımıza keçək. K açarını qapadıqda maqnetin qütbləri arasında yerləşdirilmiş AB elastiki naqilinin S nöqtəsi necə hərəkət edər? Deməli, AB elastiki bir naqildir və bu naqil necə hərəkət edəcək? Diqqət edirik ki, burada maqnitlər verilib və cəryanlı naqilə maqnit sahəsində təsir edən qüvvənin amper qüvvəsi olduğunu bilirik. Deməli, biz burada AB naqilinə təsir edən amper qüvvəsinin istiqamətini bilsək, elə naqilin S nöqtəsinin hansı istiqamətdə gedəcəyini təyin edə bilərik. Gəlin əvvəlcə K açarını bağlayaq. Açarı bağladığımız zaman dövrədən cəryan keçməyə başlayır. Cəryanı bilirik ki, müsbətdən göndərsək, baxın bu şəkildə müsbətdən cəryanı göndərirəm və AB naqilində B-dən A-ya doğru bir cəryan yaranmış olacaq. Gəlin bunu aşağıda çəkək, baxın B-dən A-ya doğru
Yəni aşağıdan yuxarı doğru bir cərəyan yaranır burada. Digər tərəfdən bizə verilib maqnit. Sabit maqnitdə B-lərin istiqamətini bilirik. N-dən S-ə doğru yönəlir. Deməli N-dən çıxır, S-ə doğru yönəlir. N-dən S-ə doğru B-lərimiz varsa, deməli B-lər də burada maqnit induksiya vektorları sola doğru yönəlmişdir. İndi gəlin biz burada amper qüvvəsinin istiqamətini təyin eləyək. Amper qüvvəsinin istiqaməti, qüvvələrin istiqaməti ümumiyyətlə sol əl qaydası ilə təyin olunur. Sol əlimizdən 4 barmaq cərəyan şiddəti, baş barmaq amper olmalı və B induksiya vektorları isə ovuca daxil olmalıdır. İstəyirsinizsə gəlin burada biz qısa olaraq qaydanı da yazaq. Amper qüvvəsinin istiqamətini tapırıq. Deməli B induksiya ovuca daxil olmalıdır. Ovuca 4 barmaq yönəlməlidir cərəyan şiddətinin istiqamətində və bu zaman baş barmaq göstərəcək amper qüvvəsinin istiqamətini. İndi gəlin baxaq ki, B-lər ovuca daxil sol əldən söhbət gedir təbii ki. 4 barmaq da cərəyan istiqamətində yönəlməlidir. Əlimizi necə tutarıq? Baxın, B-lər sola doğru gedir. B-lər sola doğru gedirsə və bunun da sol əlin ovucuna daxil ola bilməsi üçün təbii ki, əlimi bu şəkildə tutmalıyam ki, B ovucuma daxil ola bilsin. Və 4 barmağım da cərəyan istiqamətində yönəlməlidir. Həqiqətən də mən 4 barmağımı yuxarı doğru yönəltmişəm. Yəni cərəyanın istiqamətində yönəltmişəm. B isə baxın ovucuma daxil olur. Onda baş barmağım şəkildən sizə doğru gedir. Yəni amper qüvvəsinin burada istiqaməti şəkil müstəvisindən bizə doğru olmalıdır. Şəkil müstəvisindən bizə doğru bir qüvvə təsir edir AB naqilinə. Onda naqildə yerləşdirilmiş S nöqtəsi də təbii ki, şəkildən bizə doğru hərəkət edər. Daha sonra digər sualımıza baxaq. Dəqiqə. Üçüncü sualımıza baxıram. Kütləsi 20 kiloqram və oturacağının sahəsi 10 kvadrat desimetr olan bir cins kub bloklar sistemindən asılıb, kubun dayaqda yaratdığı təzyiqi hesablayın. Təzyiqin düsturunu gəlin yazaq. P bərabər F bölünsün S. S oturacağın sahəsini veriblər. Lazımdır F-i təyin eləmək. Təzyiq qüvvəsinin səthin sahəsinə olan nisbəti şəklində təyin olunur. Və biz səth sahəsini burada 10 kvadrat desimetr olaraq görürük. Yazıram, S bərabərdir 10 kvadrat desimetr. Kvadrat desimetrdən gəlin kvadrat metrə keçək. 1 desimetrimiz onda 1 metr olduğuna görə kvadrat desimetrimiz %1 olacaq. Yəni onu bölürəm 100-ə, bu edəcək bizdə 0,1 kvadrat metr. Əla, indi qaldı bizə təzyiq qüvvəsini təyin eləmək. Təzyiq qüvvəsini necə təyin edərik? Burada bloklar da var, cisim də var. Necə edək? Baxın, bura F 60 newtonluq bir qüvvədir. Eyni ip boyunca gəlirəm. Baxın, bu ip və bu ip eyni bir ipdir. Keçsək bu tərəfə, bu ip də eyni bir ipdir. Eyni ip olduğuna görə hər ipdəki gərilmə elə F qədər, yəni 60 newton qədər olmalıdır. Bu blokdan şərti olaraq bir xətt çəkək ki, blok üzərindəki qüvvəni rahat görə bilək. Blokun bu arada öz kütləsi nəzərə alınmır burada. F 60 newtondur. Deməli, qeyd etdik ki, bu ip də 60 newtondur. Yəni, baxın, burada bu bloku çəkirəm. Bloku yuxarı 2 ip çəkir. Hərəsi 60-60 olaraqdır. İndi bu bloku yuxarı doğru yekunda nə qədər qüvvə çəkir? 120 newton. Bizdə də tarazlıq vəziyyətidirsə, onda aşağı doğru, baxın, blokda verilən aşağı doğru ip elə özü də 120 newton olmalıdır. Yəni, yuxarı yekunda 120-dirsə, aşağı da yekunda olmalıdır 120. Onda buraya yazıram 120 newton. Yəni, M kütləli yük 120 newton bir qüvvə ilə yuxarı doğru çəkilir. Onda təzyiq qüvvəsi necə olar? Biz bunu necə təyin edə bilərik? Gəlin şəkli bir qədər sadələşdirək. Mən şəkli bu şəkildə çəkim. Baxın, belə bir şəkil çəkirəm. M kütləli yük. Bloka artıq baxmıram. Çünki mən blok sistemindən artıq yükə gəlib çatdım. Yükü yuxarı doğru çəkən 120 newtonluq bir qüvvənin olduğunu qeyd etdik. Deməli, M kütləli yükü səth üzərinə qoymuşam. Yuxarı doğru da 120 newtondan çəkirəm.
burada yaranan təzyiq qüvvəsi olacaq bizdə 80 Newton. Niyə? M kütləli yükü aşağı doğru çəkir 200 Newtonluq bir qüvvə, yəni öz ağırlığı. M 20-dir, mj oldu 200 Newton. 200 Newtonluq bir cisim dayaq üzərinə qoyulub və 120 Newtonla mən bunu yuxarı doğru çəkirəmsə, onda burada dayağın reaksiya qüvvəsi mj çıxılsın F-dən olacaq 200 çıx 120. Yəni burada reaksiya qüvvəsini biz azaldırıq, cismi yuxarı doğru çəkirik dayaqdan. Onda dayağın verəcəyi reaksiya qüvvəsini də azaltmış olacaq. 200 çıx 120 elədi bizdə 80 Newton. Reaksiya qüvvəmiz əgər 80 Newtondursa, deməli təzyiq qüvvəmizin özü də 80 Newtondur. Təzyiq qüvvəsi burada reaksiya qüvvəsinə ümumiyyətlə hər zaman bərabər olur. Ona görə də 80 Newton bizdə reaksiya qüvvəsidirsə, elə təzyiq qüvvəsinin də qiyməti 80 Newton olacaq. Sahənin də 0,1 kvadrat metr olduğunu təyin etmişdik. Onda 80-i bölək 0,1-ə. Bu da eləsin bizdə 800 paskal. 800 paskalı da kilopaskala çevirək, olsun 0,8 kilopaskal. Bu şəkildə qeyd etmiş olduq. Daha sonra digər sualımıza keçirəm. Maddi nöqtə saat əqrəbi istiqamətində çevrə üzrə bərabər sürətli hərəkətdə bir nöqtəsindən hərəkətə başlayır, bir-iki nöqtələri arasındakı yola 5 saniyə zaman sərf edir, hərəkətin fırlanma tezliyini hesablayın. Çevrə 4 bərabər hissədən ibarətdir. Bizdə 1-2 arasına əgər bu maddi nöqtə 5 saniyə sərf edibsə, onda bu 4 dilimin bir hissəsi 5 saniyəsə, 4 dilimi, 4 hissəni, yəni 20 saniyəyə təbii ki, getməlidir. Onda biz deyə bilərik ki, fırlanma periodu elə 20 saniyədir. Fırlanma periodu bir tam dövrə sərf olunan zamandır. Yəni, bir nöqtəsindən başlayıb, fırlanıb 1-ə gəlib çatana qədər keçən zamandır. Bu da edəcək bizdə 20 saniyə. Əla, periodu biliriksə tezliyi tapmağa nə var? N bərabər 1 böl T yazıram. 1 bölünsün 20. Bu da edəcək bizdə 0,5 saniyə üstü -1. Və yaxud da hertz təbii ki. 0,5 hertz sualın doğru cavabı olacaq. Daha sonra 5-ci sualımıza baxaq. Hansı ifadələr doğrudur? Yəni, şəkli tam görə bilməyimiz üçün bu şəkildə qoyun. Doğru ifadələr soruşulur bizdən. Yəni, qrafikə baxaq. Baxın, təzyiqin həcmdən asılığı verilib. AB prosesində nə baş verib? Verilən kütləli ideal qaz. Verilən kütləlidirsə, kütlə bizdə sabitdir. Aha, sıxlıq soruşulur. Sıxlığın düsturu, gəlin sıxlığın elə ρ bərabər M bölü V düsturuna gedək. Bizdə verilmiş kütləli qaz olduğuna görə qazın kütləsi kiçik M sabitdir, buna baxmıram. Qrafikdən gördüyüm kimi A-dan B-yə keçərkən həcmin 3V0 qiymətindən V0 qiymətinə keçmişəm. 3V0-dan V0-a keçdimsə, həcm 3 dəfə azaldı. Ona görə təbii ki, sıxlıq 3 dəfə artmalıdır. Deməli, sıxlığı 3 dəfə artar. İkinci bizdə doğru cavab olacaq. Və molekulların orta kvadratik sürəti üçün hansı düstura müraciət edək? Bizdə P var, V var, verilən kütləli qaz var. Ona görə də molekulun orta kvadratik sürəti üçün 3PV bölünsün M düsturuna gedirəm. Verilən kütləli qazdır, M sabitdir. Gördüyüm kimi A-dan B-yə keçid zamanı təzyiq 3P0-dan P0-a düşür. Yəni 3 dəfə azalır. Təzyiq 3 dəfə azalır və həcmdə qeyd etdiyimiz kimi A-da 3V0 idi, B-yə gəldi, oldu V0. Deməli, həm təzyiq 3 dəfə azalıb, həm də həcm 3 dəfə azalıb. Hər biri 3 dəfə azalıb. Yəni, yekunda kök altı ifadə daxilində 9 dəfə azalma var. Onda orta kvadratik sürət əlbəttə ki, 3 dəfə azalar. Yəni, kökdə 9-dan çıxdı 3, orta kvadratik sürət 3 dəfə azalmış olacaq. Orta kvadratik sürətin 3 dəfə azalması, bəli, 5-ci variantda qeyd olunur. 2 və 5 bu sualın doğru cavabı olacaq. Daha sonra digər sualımıza keçək. 6-cı sualımızın izahına R2 metal rezistorunu qızdıranda ampermetrin göstəricisi 4 dəfə azaldı. R2 rezistorunun müqaviməti necə dəyişib? R1 R qədər, R2 də R qədərdir. Baxın, əvvəlcə biz R2 rezistorunu qızdırmazdan öncə R1-in də, R2-nin də göstəricisi R qədər idi. İndi əvvəlcə onda ümumi müqavimət nə qədər idi? Ümumi müqavimət bu iki müqavimətin cəmi qədər, yəni 2R qədər idi. Sonra R2 rezistoru qızdırdıq və ampermetrin göstəricisi 4 dəfə azaldı. I bərabər U gərginlik böl R ümumi müqavimət.
Əgər bizdə ampermetrin göstəricisi 4 dəfə azalıbsa, yəni cərəyan şiddəti 4 dəfə azalıb, bu da ümumi müqavimətin 4 dəfə artmasına səbəb olub. Ümumi müqavimət əvvəlcə 2R idi, onda 4 dəfə artıb olacaq 8R. İndi baxın, R1 onsuz da dəyişməyib. Çünki R1 rezistorunu biz qızdırmamışıq, onun temperaturunu yəni dəyişməmişik, uzunluğunu, material ölçüsünü, ən kəsik sahəsini dəyişməmişik. R1 müqaviməti dəyişə bilməz yəni. R1 R idi biraz öncə, indi də elə R qədərdir. Amma ümumi müqavimət bu dəfə 2R deyil, 8R'dir. Onda R2-nin təbii ki payına 7R müqavimət düşməlidir. Aha, deməli R2 biraz öncə R idi, indi olub 7R, yəni R2-nin müqaviməti 7 dəfə artıb deyəcəyik. Yenə də qeyd edirəm ki, bizdə son müqavimət oldu 8R və bu 8R müqavimət R1 və R2 müqavimətinin cəmidir. R1 onsuz da R idisə, onda R2 7R olmalıdır ki, ikisinin cəmi 8R-ə gələ bilsin. Onda R2 biraz öncə R qədər idisə, indi olub 7R qədər, yəni 7 dəfə R2-nin müqaviməti artıb temperaturun sayəsində əlbəttə ki. Cavab olacaq burada Y variantı. Daha sonra digər sualımıza keçək. Hansı ifadələr doğrudur? Rəqs konturunda kondensatorun yükünün amplitudunu 2 dəfə artıranda rəqs tezliyi necə dəyişər? Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, rəqslərin tezliyi, rəqslərin periodu, amplitud yükün və gərginliyin amplitud qiymətlərindən asılı deyil. Bu imtahanlarda tez-tez istifadə olunur. Rəqslərin tezliyi dəyişməz. Cərəyan şiddətinin amplitud qiymətinə baxsaq, I maksimal bərabər Q maksimal omega düsturunu öyrənmişik. Əgər Q maksimal 2 dəfə artarsa, təbii ki, cərəyan şiddəti də 2 dəfə artmış olacaq. Yəni 3-ü götürməliyəm və konturun tam mexaniki enerjisi üçün isə W tam bərabərdir. Q maksimalın kvadratı bölünsün 2S düsturundan istifadə eləsək, Q maksimal 2 dəfə artıb, 2-nin kvadratı o zaman, Q maxın kvadratı, yəni 2-nin kvadratı 4 dəfə tam mexaniki enerji artmalıdır. 4 dəfə tam mexaniki enerjinin artması barəsində bir variant olmadığına görə sadəcə 2 və 3-ü doğru cavab olaraq götürməliyəm, yəni B variantı alınacaq. 8-ci sualımıza baxaq. Rəqslərin amplitudu A olan iki koherent mənbədən fəzanın verilən nöqtəsində fazalar fərqi 8 pi-dir. Bu nöqtədə yekun rəqslərin amplitudunu hesablayın. Əgər bizdə fazalar fərqi pi-nin cüt misilləridirsə, onda bu halda rəqslərin güclənməsi olacaq, yəni maksimumlar şərti alınacaq. Maksimumlar şərtində də bilirik ki, yekun amplitudu hesablanmaq üçün amplitudları cəmləmək lazımdır. Bizdə hər birinin amplitudu A olaraq verildiyinə görə A və A-nı cəmləyib 2A ala bilərik. Deməli, sualın doğru cavabı 2A, yəni D variantı olmalıdır. Daha sonra 9-cu sualımıza keçirəm. Nüvə reaktorunda hansı element neytronları yavaşıtmaq üçün istifadə olunur? Nüvə reaktorunda adi sudur, ağır sudur, qrafitdir. Bunlar neytronları yavaşıtmaq üçün istifadə olunan elementlərdir. Məsələn, tərkibində kadmium olan çubuq, tərkibində bor olan çubuq, bunlar isə neytronları udmaq üçün istifadə olunur. Bilirik ki, nüvə reaktorunda yaranan o reaksiyaları tənzimləmək lazımdır. Onlara nəzarət etmək lazımdır. Bu səbəbdən də yaranan o neytronları yavaşıtmaq üçün ağır sudan, adi sudan istifadə etmək olar və əgər onların sayı çoxdursa, onda kadmium və bor çubuqlar daxil olunur ki, yaranan artıq neytronlar burada həmin çubuqlar vasitəsilə udulsun. Daha sonra 10-cu sualımıza keçirəm. 10-cu sualımıza baxaq. Düzxətli hərəkət edən elektrona təsir edən əvəzləyici qüvvənin zamandan asılılıq qrafiki verilib, hansı zaman intervalında elektron-elektromaqnit dalğası şüalandırır? Ümumiyyətlə bilməliyik ki, zərrəciyin elektromaqnit dalğasını şüalandıra bilməsi üçün onun təcillə hərəkət etməsi lazımdır. Təcillə hərəkət eləməsi lazımdır. Baxın, T1, T2 intervalına baxsam, burada əvəzləyici qüvvə sıfırdır və düzxətli hərəkətdir. Əvəzləyici qüvvə də sıfırdırsa, onda deməli burada təcil yarana bilməz. T1, T2 intervalında deməli təcil yoxdur, onda bu halda zərrəciyi elektromaqnit dalğasını şüalandıra bilmir. Sadəcə 0 T1 intervalı və T2, T3 intervalında əvəzləyici qüvvəmiz var, onda təcilimiz də var. Bu halda bəli, şüalandırma olacaq. 0 T1 və T2, T3 intervalı deyək və cavabı C variantı olaraq götürək. Buradan diqqətsizlik olub. Sağ olun, gələn izahlarda görüşərik.